Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün söyləyəcəyimiz mövzu İmam Səccad əleyhissalamın öz dostlarına, öz əzizlərinə etdiyi tövsiyə və nəsihətdir. İmam Səccad əleyhissalam insanların mənəvi halsızlıqlarına işarə edərək, əxlaqi keyfiyyətlərinə işarə edərək bizə bir mənəvi dərs verir, təlim, tərbiyə dərsi verir. O da bundan ibarətdir ki, İmam buyurur ki, hər bir şeydən öncə gərək insan özünə qayıtsın, öz həqiqətini tapsın. Yəni, insan özündə olan nöqsanları, eyibləri görməlidir və özünü mərhum etdiyi, əlindən çıxardığı o mənəvi dəyərləri bilməlidir, özünü məhrum etdiyi şeyləri görməlidir, tanımalıdır, bilməlidir. Yəni, İmam başa salır ki, insan gərək özünü bu cür tanısın ki, mən Allahın təqsirli və nöqsanlı bir bəndəsiyəm. Yəni, günahkar bir bəndə olaraq özünü Allahın huzurunda görsün. Və İmam Hüseyin əleyhissalamın Ərəfə duasından bir münacatı mən siz əzizlər üçün oxuyuram. Buyurur ki, İmam ilahi, məndən baş verən günahlar mənim zillət və xarlığımdır. Yəni, insanın zəlil və xar edən amil, səbəb yalnız və yalnız günahdır. Və buyurur ki, İmam ilahi, məndən baş verən günahlar mənim zillət və xarlığımdır. Amma səndən baş verən hər bir şey sənin əzəmət və kərəminin göstəricisidir. Amma yalnız səndən bəndə üçün inayət olunan yalnız və yalnız rəhmətin, mərhəmətin, güzəştin və öz kərəmindir ki, bəndən üçün göstərirsən. Yalnız və yalnız onu öz rəhmət ağuşuna alırsan. İmam Səccad əleyhissalam öz Səhifə-i Səccadiyyəsində bizə öyrədir ki, bir halda ki, özünü günahkar gördün və qəlbin sındı, o zaman insan qayıtmalıdır Allaha, Allaha dönüş eləməlidir. Yəni, insan peşman olan zaman Allahın geniş rəhmət qapıları onun üzünə açılır. Allah sanki onu öz ağuşuna alır və uca və əzəmətli Rəbbin əff və güzəştini və kərəmini insan görür tövbə edən zaman. Ona görə Quran-ı Kərimdə Mütəal Allah buyurur ki, fəfirru ilallah, Allaha tərəf qaçın. Yəni, insan Allaha tərəf tövbə etdiyi zaman sanki qaçır, sanki Allaha qovuşur, sanki itirdiyi ən dəyərli bir şeyə sahiblənir. O zaman ki, Mütəal Allahın huzurunda özümüzü biçarə gördük, növbə Allaha tərəf addımlamaqdır. Növbə Allaha doğru hərəkət eləməkdir. Təbii ki, insan nöqsanlı və təqsirli bir yaradılışdır. Yəni, insan həyatında hər hansısa bir xəta, nöqsan, günah üz verir. Hətta bəzən insan özündən yorulur, öz nəfsindən, öz həva həvəsindən yorulur. Hətta özünü dinləmək istəmir. Belə bir halda gərək insan o Allahın geniş rəhmətini müşahidə eləsin. Bəzən günahlar insanı məyus edir, əl qolunu bağlayır, Allaha doğru hərəkət eləmək istəmir. Amma bir halda ki, biz Allahın bu qədər geniş və sonsuz rəhmətini, məğfirətini, kərəmini görürük, bu zaman insan sanki Allaha doğru qanad açır. Sanki Allaha doğru istiqamətlənir və Mütəal Allah özü buyurur ki, İnnallaha tövvabur rəhim. Həqiqətən mən tövbələri qəbul edirəm. Həqiqətən mən tövbə edənləri sevirəm. Ki, bu ayələr Mütəal Allahın bariz məhəbbətinin göstəricisidir. Və selamu aleykum və rəhmətullah.